Aysel mən öldürəcək qaqaş. Mən də o Süleymanı öldürəcəm. Minəcəm o. Dayan görək dəsən. Ala deyənmə qaqaş, axıra kimi get. Məzələni sən ala. Ala biz nəsə vaxtı gözümüzü dikmişik. 2 qat maaşa Süleyman müəllim. Vallahi qalmışıq belə bilmirik nə edək. İnarsız uşaqlar da mənə kimi. Siz də Biz də Süleyman müəllim. Mən bu kirayə qaldığım evin vəziyyətini bilirsiniz də nə vəziyyətdədir. Uşaqlar bilirlər. Mən heç sizin adınızı da bilmirəm. Hə, Elton. Vale. Bəli, mənim. Heç birinin adı siyahıda yoxdur. siyahı. Üzrsən, nə siyahı? Çox cındır adamlarsınız. Müəllim, həm də ki simic. Həm də simic. Süleyman müəllim, biz şirkət olaraq ümumiyyətlə ildən ilə progressiv... Vale. Bəli, müəllim. Uşaqları götürüblər. Müəllim, saat 5-də götürəcəklər, 6-da havalimanına gedirsiniz, 7-də də uçuşumuz var. Lap əla. Oldu, müəllim. Siz isə çıxın bayra. Ay kişi, görsən cəmaət burada dərdini danışırsa. Bir dəqiqə deyən, bu şirkətdə Məmmədiyəndən, Pəpədiyəndən hamı 2 qat maaş alıb. Bir dənə biz üçümüzə verməmsən. Bir dəqiqə deyən, nə əsərim? Aha. Sən bilirsən bizim nə boyda problemlərimiz var? Bu adam sabah 1000 manat pul çatdırmalıdır. Mən yoldaşıma 17 pro almışam ki, 2 qat maaş oturanda üstünü düzəldib pulunu verməyim. Vale. Bəli, müəllim. Maşınlarda saxlamısın. Ay kişi, sən də Müəllim, danışıram. həminki yerdədir. Deyirəm ki, balkondan girir, bir dəqiqə deyən. Oldu, müəllim. Aha. Bu evinə balkondan girir, balkondan xəbərin var. 2 qat maaşa güvənib təzə evin 3 aylıq kirayəsini verməlidir bu. Vale. Bəli, müəllim. Heç nə. Oldu, müəllim. Bütün şirkət sənə hədiyyə alıb, bir dənə biz üçümüz almamışıq deyə bilirsən. Kişilikdəndir bu, hə? Ay, sən- Bir dəqiqə deyən. Bir dəqiqə deyən. Mən heç kimdən qorxmuram. Allahdan bir də arvaddan başqa heç kimdən qorxmuram mən. Vale. Bəli, müəllim. Hər üçünün adını, soyadını yaz. Ver mənə. Oldu, müəllim. Deyirəm, axır ki bir şey yaradım da. Değil. Nə şərəfsiz adammış hala. Bayramda, əziz gündür demədi. Çıxart deyə sıraz işdən. Sən başıma daş düşsün. Sənə görə qaldıq qardaşda çöldə. Amma sənə deyim zordur da. Bu deməsəydi, qardaşın deyəcəkdi. Qaqaşsana. Amma baş xarabdır. Hadi əliyəm demə. Ha valla. Belə pis sıxmasın. Biz işləyən vaxtı ofisdə bizdən çox əziyyət çəkən yoxdur deyə qarşı. Çox haqsızlıq elədi bizə qarşı, çox. Çox, çox. Özə yenilir. Gedir hansı xarici ölkəyə. Bizə var bir dənə. İşsiz, gücsüz girir yenilə. Üçsüz gücsüz Allah. Üçsüz gücsüz. Ha. Allah. Allah onda bizə kompensasiya vermir ha bu. Zırt verdi kompensasiya. Ha, bizim o işə girdiyimiz gün imzalatdırdığı ikinci sənəd vardı ya. Bu işdən çıxma ərizəsiymiş. Ha, indi üstünə bir dənə tarix yazacaq. Kasıcaq gedəcək də öz xoşumuzdan çıxdıq işdən. Qoymadınız da qaqaş, qoymadınız. Gedim girim onun otağına, 2 də ona cən. Qoyum sərim yerə sənə. Hə, dur gedin də vur. Allah indi gecdir də, sabah səhər, sveji. Qaqaş hesab ver də. Bir də şeytan deyir ki, gir onun evinə, öz haqqını götür, çıx. Elə şey maşallah, var. məzələnsən. Qaqaş ver hesabı. Bunlardan. Davay. Düşün görək. Sən çox yeyimsən ha. Davay, bu səndir baba. Bunlar səndir. Bunlar səndir. Mən yeməmişəm. Mən işsiz adamım. Ay yox, mənim vəzifəmi artırıb bu. Ha, davay düşək də.
hansı gün var, bədbaxt. Şotu düşək. Düşən gün olmur qaqaş. Pullu düşək. 7-də 7 bəs. Nədir bilmirəm də, orada 9 yazır, onu da. Bəs. Sağ ol, düzəltdiniz. Gələ bunu qoyar sonra. Götür, getdik. Nəhayət ki, gəldin. Nəhayət deyəndə ki, saat 8-də əzim. Birincisi, saat 8:03-dür. İkincisi də ki, nə bir adama zəng eləyirsən, nə bir xəbər deyirsən. Mən səhərdən sənin yolunu gözləyirəm. Yeni il mübarək həyatım. Səlim. Bundan da pis danışacağım mən sənə. Aycan mənim əziz qardaşım. Cındır. Aycan. Adamsan insansan axı. Sənə dedim ki, çox təcil lazımdır. 2 gün adı ilə almısan, 1 ay keçib şey. Məsələn, bir ay keçdi şey. Vaxt sürəyi narsan hiss eləməmişəm ki, 2026-da gəlir qabaqdan. Bu arada 2026-dan gözləntiləriniz nələrdir? Sən öldürüb gəlirəm evin qabağına. Gəl qardaşım, mənim qapım sənin üzvə həmişə açıq. Nə vaxtsan dur gəl. Sızını basma. Ya mən borcumu sabah ver, ya da mən durub... Qoy bilməyim nə deyir, maraqlı olsun. Hə, mama. Nə işlə? 1-2 həftəyə köçəcəyik. Nazlı xalam da gələcək. Hə, işlə, yaxşı gəlsin. Təzə evə köçək. Eltonla danışıb evlə. Yaxşı. Xəbər eləyəcəm, yaxşı. Mən də sənə öpürəm. Sağ ol. Elton, Aycan. açan köçürük. Gözəl sual. Nə gözəl sualdır. Amma mən bu suala cavab verməyəcəm. Nazidə xalam gələcək. Qoca arvaddır. Balkondan içəri necə keçsin? Sən özü belə 2 dəfə pepeği tutub, Pepeği ona görə tutmayıb. Nə? Deyirəm, Nazidə xalan niyə nə yaxşı gəlir bizə? Nə bilim, o deyir ki, evli cütlüsünüz, gəlim sizə bir xeyir-dua verim də, yəni. Biz 6 il deyildik. Gəlmək istəyir də. Günar, həyatım. Bizim uşağımızın olmamağının tibbdə də hələ çarəsi yoxdursa, sənin Nazidə xananın gəlib xeyir-dua verməsindən olası iş deyil də bu. Yox da, onu da yoxdur, yox. Qulaq, deməli bu bayram qabağı oyunlar oluraq da, uşaqlarla işdə danışdıq onlardan. İndi elə bir də dənəsini oynayaq da. Elə mən sənə riski sual verirəm ki, işdən çıxsam, nə reaksiya verərsən? Səni öldürərəm, səni boğaram, səni ayaqlarından tutub tavana asaram. A variantı, amma xahiş edirəm ağırsız olsun. Azlar olsun. Necə telefonu qaytarsam nə edərsən? Mən 3 aydır bu telefonu gözləyirəm. Bilirəm qardaşım. Narahat olma, sabah həll edəcəm o məsələni. Vəziyyəti demişəm də sənə, biraz problemlərim var açığı. Baqa bildin, biz də dost olmuşuq, çörək keçmişik, bu vaxta kimi gözləmişəm. İndi dostluq deyə belə eləməlisən. Başa düşürəm, bunu biraz təcil elə də. Narahat olma əzizim, narahat olma. Həll edəcəm inşallah. Oldu, öpürəm. Nə dost yox, indi dost var. Dost sənin cibin. Prosta bununla da münasibətləri korasan, bunun gözünü vapşe işinə görsənməz. Vurub eləyər bu məni. Pul tapmaq lazımdır. Bağışla məni. Mən gedirəm. Daha bu evə sıxışa bilmirəm. Mən bu yaxınlarda məsələni həll edəcəm də, söz verirəm. İnşallah.
Hələlik. Yaxşı, belə gedirsən, paltar zad aparmısan. Yox. Onsuz da hər şey atam gildədir. Bu evə onsuz da paltarlar da sığışmır Delton. Gəlim kömək edeyim düşməyə. Narahat olma. Özüm atdımlarım. Yaxşı. Alo. Alo, brat. O gün otaq söhbət aktualdır. Hə, brat, hə. Gözlə zəng gəl. Yaxşı, yaxşı. Alo. Qardaşım, o gün orta dedin. Hə. Allah sənə nə var brat? Mən heç işdən çıxmağımı deyəmədim ki. Bir iki əmə dedim ki, gəl telefonu qaytara, 2 aya mən sənə təzəsini alıram. Axıra qədər qoymadı danışım, qovdu evdən. Allah sənin də bu ailə dramların qurtarmır da sən. Bax onu görə bilmirəm bax. Allah bu dostumla mənlə belə dəyişməzdi. Deyirəm atam əməliyyat olmalıdır, nədir? İndi bilmirəm düz deyir, yalan deyir. Süleyman da temadır qardaş. 2 qat maaş vermirsən cəhənnəmə ver. İşdən çıxardırsan, da kompensasiya ödə. Ailə nə edirik, düz eləyirik. Sən öyle qardaş. Nə bilim Allah. Nə bilim biraz. Excel. S də buradadır, onu dəymədi, o mənimdir. Orijinaldır bu la. Ay, Santa Claus'un özünə götür. Claus, tərəddüd eləmirsiniz? Yo, Deyirəm bəlkə sabah girək. Bu sabah da gələn oxşamır. Nə deyirsiniz? Sabah niyə? sabahın biri də sakitlik olar da. Ha, sakitlik olmasın deyə deyirik də. Adın zapsiyıq. Kaç zasibə? Dəqiq eləydi o söz. Təkərdən səs çıxmır da, brat. Ay sən, mən kimlərdən işləyirəm ala. Durun gedək. Dur, yubanma, dur. Ha bak, o çak, ne oldu bəs? Çakçı axşamlar eləş. Nə var, saat 10-a kimi qutararıq. Onda işim var, yana. Həvəslə qusar da. Çakçıq. Sənin də çak çıxın var. Yo, mənə sən Allah elə şeylər qatmıyor. Ömürlük çakçıq dondu. Ay. Bildin mi? Bu Allah'ın sevmediği heyvansıdır. Blok budur, dəqiq bilirəm. Amma ev hansıdır, bax onu bilmirəm. Mən də bilmirəm də. Üfürdü söhbət. Gedək də onu. Biraz mənim saat 10-da işim var, çakçıq. Aa, yox qaqaş. Mən gedəmərəm evə. Aysel mənə bir üstüneyim. Bir dəqiqə yanımda. Aysel çapçıq, bir dəqiqə yanımda. Qurban sən, ikisinin adım yeri demədə çatar özünə. Ay, qulaq as da. Qulaq as, bir dəqiqə. Deməli, blok budur. Deməli, nə edirik? 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 dənə evdə işıq yanır. 1, 2, 3, 4, 5, 6 dənə evdə işıq yanmır. İşıq yanmayan mərtəbələri qalxırıq, qapını döyürük. Qapını açan olmadı, qardaşız qapını açır, narahat olmayın. Cirik evi şuman edirik, çıxırıq. Amma Süleyman evi olmasa, heç nəyə dəymirik, çıxırıq. Bax, Məntiqlidir. Bildin mi? Bəs döydüyümüz evlərdə adam çıxsa nə dər? adam çıxsa, Bu da məntiqlidir. adam çıxsa heç nə də deyirik ki, bax, şaxta çağırmışdınız, deyirlər yox, deyirik sağolun gedir. Bəs. Görək də. Telefondan səssiz atarsın. Hə, yaxşı. Şeydir, biz yəni unutmayaq ki, biz haqqımızı tələb eləməyə gəlmişik. Ay nə olur? Ay. Ona görə də кто не пьет шампанское? Allah. Aa, şaxta babalar, necəsiz? Hədiyələrimiz hanı? Abi buradan baca yox da, bura hökumət evidir. Ha, qardaş bilirik, elə bizi çağırıblar, qonaq gəlmişik. Nəvəmiz nə qulluq eləsin sizə? Heç sən qardaş, heç sən. Sür get dincəl. Dincəlinə də ki, gecəl indi başlayır. Diskoteka, səhərə qədər yeyək, içək, əylənək. Amma arvad uşaq da evdədir, onlara aparmalıyım. Və mənim qanımı qaratırsa, siz nətər adamlarsınız? Deyirəm sizə nə var, siz yeni ildə şaxta babasınız. Novruzda da ki, keçən kosa. Nə bilim, xurcunu doldursana. Nə bilim, kosanı yola versənə, süt kimi ağ qar ilə. Nə bilim,
Salam. Şaxta çağırmışdınız? Ey benim balam. Bir dəqiqə qızım, qızım yox. Bir dəqiqə. Qızım. Şaxta baba. Mən sənə 30 il bundan qabaq çağırmışdım. Üzr istəyirəm səndən bu ifadəmi görə. Məndən də yaşlı və olarsan. Prosta sən hardaydın? Toğlu. Sənə biraz göstərəcəm. Kes ayaqqabıları çıxar. Benim nəvəm, ağıllı nəvəm. Ben bilsən hardan gəlirəm? Laplandiyadan. Laplandiya eşitmirsən? Şaxta oradan gəldi. Buyurun, nuş eləyim. Baxsın, evdə elə nə var idi, ondan qaydım, üzr istəyirəm. Çox sağ ol. Əziyyət verir, çox sağ ol. Yox, nə əziyyət. Bəzən təsadüflər çox gözəl olur. Orada çox sevindim. Ben de sevinirəm benim balam. Sen Şaxta babanı görməyə doğrudan sevindin. Doğrudan sevindim Şaxta baba. Aferin, aferin, aferin. Sen məktəbə gedirsən? Bəli. Neçə alırsan məktəbdə? 5. 5. Ver onda mənə. Üzr istəyirəm, mən bilmirdim siz gələcəksiniz. Çünki mən sizə işlə verə bilməyəcəm. Xəcalətlərindən necə çıxım. Bizdə sürpriz kampanyasında. Sürpriz kampanyasında biz elə bir ki, gedir bizim müdür verib pulları. Allah razı olsun o müdürdən, Allah razı olsun. Ona görə biz çox Ay yani Şaxta babaya verirlər. Şaxta baba bizə verir. Aferin benim ceza baba. Düz deyil. Şaxta baba verməlidir ama Şaxta baba... Çox üzr istəyirəm. Bəlkə mən sizə bir kap yemək gətirəm, axşam vaxtıda açsınızda. Yox, indi narahatçılıq bayramıdır da, bayram gün. Narahat, bir kap sitarişli. Yox, çox sağ olun, çox sağ olun. Bir kap sitarişli mən gətirim sizə. Yox, bayramdır da, nə olacaq bir ki? Yaxşı, yaxşı. Mənim ağıllı nəvəm. Bəs bu qız kimdir belə? Mənim dostumdur. Adı da Aylin. Aylin. 1 yaş var. Nə qəşəng qızdır. O bəs Şaxta bəyə məktub yazmışdı? Bəli. Nə yazmışdı? Salfetka ver az. Kimsən, nəsən? Mən Şaxta baba. Şaxta baba zat çağırsan Rücevə. Yo, mən heç nə eləməmişəm. Ay qardaş, siz səhv anladınız. Mən heç kim çağırmayıb. Mən sadəcə mənzili səhv salmışam. Bu balaca balalarla görüşməyə gəlmişdim. Ağalanma. Allah zat. Çağırmamış yerlərə gelsiniz Rücev. Siz nə sırtıq adamsınız. Taxta biti. Taxta biti yox, Şaxta baba. Asta yeridi. Gəldi, çatdı dediyi yerə. Loğman dedi, hazıram. İndi gəl canımı al. Loğman Azrail Loğman Azrail'i öldürdü. Sakit ol, ağlama, ağlama. Sakit ol. Bunun dalısında ben ahiretimi diye bilmedim. Ay qardaş, mənim balam. Ağlama, ağlama. Kişi də ağlı ya. Ağlama. İçə bilmirsən, içmə dayı, bədbəxt. Bədbəxt? Valla bədbəxt. Bədbəxt sənsən. Sən vətsiz adamsan. Mənəm vətsiz? Mən Şaxta babayım, dünyadakı bütün uşaqlara hədiyyə paylayıram, onları sevindirirəm. Mən necə vətsiz ola bilərəm?
sən vətsiz adamsan. Sən qorxaq adamsan. Bir dənə qara qız qalmışdı yanında. Onunla axıra kimi özündən saxlaya bilmədi. O gedəcək, qoymadın evlənsin. O da səni atıb gedəcək. Sən mən bir dənə söz deyim. De. Sənin də axırın mənim kimi olacaq. Sənə də dostların atacaq. Arabada uşaq atacaq. Bir dənə dostum bu qalacaq, bu. Bu dumana qapımdan çıxan kimi acımışam. Mənim kutkamın cibində bir böbrək çörək var. Onun içərisində müvafiq qaydada düzülmüş kalpasalar var. Bir dənə onu gətirdim, mən acından vurdum, mədəm mənim sıyrıldı. Qapıdadır kutka. Hə. Olar sonra gedim. Ha. Qardaş, icazə verin mən gedim. Otur aşağı. Söyleyebilirdin ki bu gün eve gelmeyeceğim ha. Vallah mənim... Ne varım ha? Yaxşı ki o telefonu senin elinden aldım. Yazsaydın ki gelme be. Ay qardaş. Ha ne kardeş? Ay müəllim. Ha müəllimin məktəbdə olur ha. Ay kişi. Ha kişi sənin nəslindir. Onu bildim. Sən önce məni yorursan, mən də yoranda əsəbləşirəm. Əsəbləşəndə çox da yaxşı adam olmuram ha mən. Baba çək görməz mi? Əsəbləş görüm nə arasın? Şaxta baba, şaxtacan, haqdasan bu vaxtacan. Gəl sevisi bayram etsin könüllək. Aferin mənim ağıllı dəvəmə. Bax, sən həmişə belə ağıllı qəşəng şeirlər desən, Şaxta abada sənə qəşəng hədiyyələr gətirəcək. Buyurun, xoş eləyin. Bəs qar qızardan Şaxta baba. Qar qızı anası gildə. Gələn dəfə gələndə qar qızı da gətirərsən. Əlbəttə gətirəcəm. Gözdə görüm hələ bir Şaxta babanın xəcalətindən necə çıxacaq biz. Naratomunda danışdıqda o söhbət bağlı. Yox, amma özüm narahat hiss eləyirəm. Siz birdən evə baxarsınız, elə bilərsiniz, var vermir, amma vallahi elə deyil. Ayıb deyil. Əslində ata evi idi də, evi sökdülər əvəzində bu evi verdilər ona görə yəni. Yaxşı da, yaxşı. Mənim bir tanışım var, evinə balkondan girib çıxır. Görürsün. Narahat olmayın da, Nurun üzündəki bu gülüş elə nə edirsiz deyər. Ay mənim ağıllı nəvəm, sən bir dənə də şeir deyə bilərsən? Bəli, Şaxta baba. Zəhmət olmasa, deyiləm, mən də qulaq asırım. Şaxta baba, şaxtacan. Şaxta baba bu da daş düşsün başımıza. 2 qram çən kimi hamısı olur şair. Ola düşdü yoxsa? Ne oldu la buna? Öldü bu. Öldü abi. Açı, uyan görüm. Ölmək vaxtıdır bu soxa-soxda. Ay Səlim, ay Səlim. Biriniz götürün də, bəlkə mən ölürəm burada. Alkaş, dur görüm, uyan. Bu nədir, nə olur, hə? Vəli, ay Vəli. Vəli, uyan. Vəli. Uyan. Ay uşaq, kuxuna suyun bağlıyor, hamam saydı.
Sağsan gəl ha. Şükür. Axır ki oyandım bəli. Qafur da mənim adam, Qafur. Aha bu yenə özündən getdi. Qafur. Oyandı ala. Ay Qafur. Mənə də Cahangir deyirlər, Ha hə? qardaş biz də uşaqdayıq da biz də bilirik nə edirik. Sən nə bilirsən insan, hə? Sən ucu bezdirdin, hə? Sənin mən var, ha? Sənin mən. Bacı neynədiz? Narahat olmayın. Birinci dəfə deyil ha. Vallahi mən belə baxıram elə məndəkinə şükür. Ən azından mənə qarşı yüz tədbiq eləmir. İcazə ver gedim mən. Hə, gedin, gedin. Narahat olmayın. Bu da birazdan oyanar. Amma siz də biraz ötkəm olun, nə belə? Olaram, olaram. Yaxşı, sağ olun. Sağ olun. Şaxta abba sən mənə nə gətirmisən? Mən sənə mən hədiyyələri saxlamışam, yadımdan çıxıb, qoca kişiyəm də. Yadımdan çıxıb qalıb xizəkdə, maralların yanında. Mən indi onları gəlib gətirəcəm. Atam da elə demiş ki, abba gəlmədi. Ata satıb gedib. 2 yeni ildir ki, soruşur ki, atam hardadır. Əvvəl daha rahat idi, anlada bilirdim ki, gələcək. İndi böyüyüb soruşur ki, hardadır, niyə gəlmir? Amma böyüyüb başa düşəndə ki, Şaxta baba real deyil. Onda mən deyəcəm ki, atası onu atıb gedib. Bəzən insanlar əllərində olan gözəl şeylərin dəyərini bilmirlər. Biləndə də gec olur da. Düzdür. Ala pişiyimiz. Ay mənim ağıllı dəvəm. Ho, ho, ho. Nə qədər göynəmişəm, nə qədər sızlamışam. Ah, necə arsızlamışam, vay. Necə arsızlamışam. Xəstə dəhşətdir. Qafur. Mən getməliyəm. Hayır, sən Şaxta baba. Bana polis çağıracaq. Polisini çağırırsan? Çünki sən mənim uşaqlıq arzularımı küllü miqdarda mənimsəmisən. Mənim nəvəm. Mən əslində yoxam. Sən prosto o qədər içmirsən ki, mən səni gözlə görsənərəm. İllüziya. Babas var. Yazırdı mən bir dənə telefon. Telefon. Neçəydi polis? 102. 102. Alo? Alo? Polisi danışan. Bəli. Polis, bizim evdə bir dənə Şaxta baba var. Oğlu Şaxta baba. Ünvan haradır? Ünvan bura. Oldu, gəlirik. Ha, oldu, çox sağ ol. Polis gəlir. Polis gəlir ki, mən 5 dəqiqə gözməyəm. Polis gəlsin, sən mənə oyandır. Bu dəfə prosto yatdı. Nur. Mən istəyirəm ki, sən biləsən ki, sən çox ağıllı qızsan. Mən də istəyərdim ki, sənin kimi ağıllı, qəşəng, gözəl nənə qızım olsun. Həm də sənin kimi qəşəng şeirlər bilsin də. Mən sənə bir söz deyim. De. Mən gələcəm.
Ama gələcəm. Çox sağ olun. Siz sağ olun. Bağışlayın ki, vaxtınızı aldıq. Yox, narahat olma, sizə əziyyət verim. Gələcəm. Çox sağ olun. Dedim. Sağ ol saxta baba. Sağ ol. İki dənəmiz qaldı. Biri bu mənə təpədir. Hadi, davayda. Özümüz baxaq gözləyək. Yox, o gəlsin görək. Harda olsa gəlir. Lanet bu adamlar üstsüz. Bir saat yıkaramış açmış telefonu. Eşitməmişik də. Niye işlemişsiniz? Ama səssiz üstədə telefon. Xəstə üst telefon niye ses sıkıyorsunuz? Özünü bədə üstəsə qoy. Gəlib düşmüşəm bir daha başdan xarabaliyə. Ya sen de yaxşıdır. Ben Alkaş'ın evine gelmiştim. Yaxşı da sakin. Hacı, mən də zəf getmişim. İki dənəmiz qaldı. Telefonu yoxlayaq. Süleyman gəldi çıxdı. Ev tapmadıq. Gidelim az kal. Bu qapı. Çeyiz. Tamam. Sen de çeyiz. Ha, beşinci diyen kapı. Eyvallah. Sen de. Ben götüreyim hala. Kaldır duyuyorsun. Ben gidiyorum ha. Ay, iftidai sinifti bura. Hala yaxşı ben duyuyorum. Ama buradan dalga çıksa ben kaçacağım size deyirəm. Davay. Diyorsan burada. Sen burada işim yoktu. Ben de bir telefon kardeş olsun. Atsın. Sakin durun. Bak git sen sesine deyip. Sakin. Tamam ışık sal. Bırak. Sakin. Açıldı. Gel. Ha, tez gel. Yavaş. Yaxşı, neydi? Işık yandırak. Yok, ışık yandırma. Ev teslim olmamalı. Devamlı yandırak. Baba, sen de o yandır. Tez. Sakin bu. Şimdi oradan bilen ki bu bunun evidir. Aktarmak lazım da. Tanış Ətir, tanış Şəkil, ne bileyim tanış Paltar, ne görsək xəbər eləyə bir-birimizə. Ay qardaş, mən zamanında şəxsi əşyasını axtaran mənəm. Ha məsələn, ağıllısın sen. Cəmanın şəxsi əşyasını axtarmasan, pul necə də bax. Bilmirəm, neynir Selin teslim, Asili bu da bir yığacaq mən. Tamam. Mənə bax, sen ora gəlsən, sen bura, mən ora. Davay, ciddi. Yaxşı tamam. Sen ora. Qayıt. Hadi. Ayakkabılar çıx. Allah ayakkabı vaxtında. Biz koymaq olmaz. Sakin. Yaxşı. Kassan tapdıq ha. Kassan tapdığı. Prosta biz elə bilmirik bu kimin evidir. Ha, çəkil açın biləcəyik. Allah qələt belə. Ağzımda deyirəm biz bilmirik kimin evidir. Cəmanın kasası açaq. Ha, neydi? Sen geleye Süleyman'dan soruşaq. Mən də sözü deyirəm. Ağlısa da tapıyor kimin evidir. Nereden tapım ben? Ha nə bilim ev var axtaraq. Ha, Süleyman'ın evidir. Uğraşın fetişine bak ey. Bax indi aça bilərsiniz Elton bəy. Oho, Eyvaz bəy, təşəkkür edirəm. Buyurun. Hey. Ding 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 ding. Hə, baxın öyrənin. Allah YouTube'da doğdu. Deməli, mənim 2 qat maaşım üstə gəl, işdən çıxarıldığıma görə
3 aylıq kompensasiya. Sələm, maaşıdır. Mən sən niyə maaşım deyirəm ala? Allah hesablayıram da ona görə. Bildim də mən səndən maaşı soruşuram, sən də məndən soruşursan. Ha, valla xəstəsən, ha? Görürsən ki, hesablayıram da bilək nə var, nə yox, haqqı hesabı bilək də, ala. Bildim də mən evdə hesablayıb gəlmişəm, özüm biləm nə qədər götürəcəm. Ala, qadından yaşını soruşmazlar, kişidən maaşını o söhbət. Ala, sən necə adamsan, ala? Bir qəlbim zatın. Heç də işitmə. Açıldı. Amma azıq görə nə var da? Ben dedim gözüm çıktı bir. Tamam diyorum siyahı da bu. Hem o siyahı bu da. Saklıyı seçtim. Güclük ala, seçdi siyaha saxlayıb. Sana satıvan əhlət. Ya buna ne oldu ya? Bu gedib özünü balkondan atar ha. Arvadı öldürər bunu. Neyini ala? Ya ne bileyim bilmiyorum. Onu da gözümə salmadı da. Pullar. Pullar. Ay, gelin görək. Kime ne kadar lazımdı? Ya Allah. Mən 4000. 800 almışsan da la. Sen ne kadar götürüyorsun? 5000. Sən niyə 5000 ala? Ben 1000 alırım da kardeş. Bəs sən nə qədər götürəsən? 5000 götüreceğim de ne kadar götürüyorsun? Nə oldu ola bir dənə 800 mən almışam. Cındıra bayla haqq eləmişəm ona. Başta yox, oldu ki işte sen 5000. Gəl də. Şu an ben size bir söz demeyeyim. Ne oldu oğlum? Ben bir eve girmiştim. Orada bir kız uşağı vardı. Adı Nur'uydu. Anası ne yaşıyordu? Atası atıp gitmişti. Evlerinde 3-4 manatlıq stayisin salatdan idi. Yəqin pullar çatmayıblar stayisin əlində. Mən orada olanda fikirləşdim ki, mən özüm yaxşı bayramlar keçirmişəm. Qoy uşaq da indi yaxşı bayram keçsin də. Buna görə də buradan özümə lazım olan 1000 manatı götürəcəm. Qalan verəcəm onlara. Hocamsa bir neçə ay yaxşı yaşasınlar da. Kasıb adamlardılar. Elton. Biz de kasıb adamlarız. Mən atamın bir dənə sözü var idi. Dedi ki, biz kasıb deyilik. Bizim pulumuz yoxdur. Kasıb adamdır ki, onun dostu, tanışı, qohumu, əqrəbəsi çətin gündə köməyə gələn adam olmasın. Ona görə də biz kasıb deyilik, bura. Bizim prosta pulumuz yoxdur. Elton. Gözlə bir dəqiqə. Bir sənə mən 800 manat kredit verirəm. Siz məcbur deyilsiniz, bura. Olası 800 manatı götürürəm. Qalan da qoya pulların üstünə. Qoyalar içəmsə işlərdə normal həyat yaşasınlar. Ne var Selim? Yaxşı. Düzdür Elton. Biz pis yaxşı yaşayırıq da yaş. İşte itirmişik, taparıq da. Müvəkkəl çətinlikdir. Ben onsuz da bu pulu keyfə xərcləyəcəkdim. Aparıb verirsən o uşağa, bayramını xoş keçirlər. Prosta yaş bir 300'den 1000 manat verəcəyim var.
Onu götürüm qalanını apar ver. Sağ olun uşaqlar. Чем лучше поздно. Yoxsa get pul ver. Dur, gördün ben sana demiştim kaydacağım, kayıttım. Şaxta baba qayıtdı. Bak, bu da sizin hediyeniz. Çox sağ ol. Bu da sen dostun var idi, Aylin. Onun hediyesidir, verersen ona. Şaxta şaxta baba. Yaxşı, gittim ben. Sağ ol şaxta baba. Sağ ol. Şaxta babalar. Payladınız hədiyələri? Uşaqlar da yatıb deyirəm. Gəlin gedək sizi şəhər gəzdirməyə. Yox, qalsın qardaş. Hədiyələr paylamadınız? Payladıq. Onda gəlin oturun gedək də. Gedək də. Gedək. Evet. Sür kardeş, sür. Eğlendir bizi. Ay, polismen. Polismen. Şu arabayı takip edin. Gettiler Dünənki qardaş nə qədər işdə la. Sən də ondan geri qalmadın heç. Neyim, dərdimdən çıxdım be, kefdən çıxdım be. Danışırsan, Ama dert vaxtıdır. Bayramımız mübarək. Qardaşınız qret eləyir Oha, pullar be bu. Ünlü iş də var da. Oo. Neyin üstə, nə planımız var? Mən gəlirəm evə. Mənə dünəndən 78 dənə cavabsız zəng gəldi. 11 elə qardaşım. Nə danışırsan? Alay onda buradayım, getmə. İstəsən. Heç nə, öpürəm sizi, bunu da yolda yeyərəm. Davay, Çox sağ olun. Sizlə baxım. Görüşərik müəllim, bayram mübarək. Bu evlənəndə uduzudur ya. Onu da evlənmirəm də. Sən neysən? Mən də gedirəm, dostum borcumu vereyim. Şöyle ki, atası əməliyyat olur da. Aparım verim, yaxşıdır. Ver. Fırada bilmədim, ola. Ayaqlı da. Sən neyinirsən, Mən işlə də, benim yoldaşımı götürüm. Duyum, bayramı bir yerdə keçirdək. Sabah da gedək, təzə evə baxar da. O şimdi ailənlə. Həmişə ailənlə. Öpürəm. Sənə qismət. Sağ ol.